Heç nə hiss eləmir. Fəsara qalbuhu kəlkuzəti. Onun qəlbi həmin o çaxır alətinə oxşayan o qara qaba bənzəyir. Artıq qəlb işləmir. Allahu Ekber. Subhanallah. Təsəvvür insan nə günə düşər. Müminin halı qardaşlar günah məsələsində digərlərinə fərqlənir. Bəzi qisim insanlar günah eləməkdən əsla həya eləyərlər. Allahı sanki görərmiş kimi yaşayarlar bu yer üzündə. İbadəti də eləyərlər. Bunlar mühsinlərdir. Onlar günaha heç bir halda düşə bilməzlər. Bunların qəlbi mutmain qəlbdir. Ya əyyətühən nəfsül mutmainnə. Bunlar da nadir sinif insanlardır. Peyğəmbərlər və onların dərəcəsinə yaxın olan əl-uləmə-üz-zuhadil əl-ubbad. Yəni bunlara şeytan məcal tapa bilmir. Bunları günaha saldıra bilmir. Bunlar günaha düşməmişdən qabaq artıq ağlayıb qaçırlar. Artıq Allahın yanına sarılırlar. Günaha düşməmiş. Şeytan bunlarla bacarmır. İmam Əhməd kimi insanlar misal üçün. Və zamanımızda da onlar çoxdur. Bu birinci sinif insandır. Bunlar əl-muhsinin, muhsinlərdir. İkinci sinif insanlar, onlar da günah eləməkdən həya edərlər. Amma nəfsin qabağında zəifdir, acizdir. Və xuliqal insanu zəifə. Çünki insan zəif yaratılmış. Və neynir? Mütlə büdürüyür. Neynir? Mütlə düşür o tora. Şəhvəti ona qalib gəlir. Nəfsi ona yenir, onu basır. Və o günahı o eləməlidir, gücü çatmır. Amma Rəbbi ilə sadiqdir. O rəzalətə düşəndən sonra, özünə gələndən sonra həmən gedir, dəstəmaz alır və 2 rəkat qılır. Ağlayır, nə qədər ağlayır. O qədər ağlayır ki, şeytan peşman olur onu günaha salmağa. Çünki o qədər ağlayır, o qədər peşman olur, o qədər tövbə edir ki, keçmiş və gələcək bütün günahlar az qalıb başlansın. Və vəd verir, əzm verir ki, bir daha bu günaha qayıtmayacaq. Allah da bilir ki, o yenə də o günaha düşəcək. O Allahla sadiq olduqca Allah onu hər dəfə bağışlayacaq və hədis Səhih Müslimdə də götürmüşük keçən dərslərdə. Bunlar hər dəfə günaha düşərlər və hər dəfə dərhal qayıdarlar. Və ətbi'us seyyiətil həsənətə təmhuhə. Allah Nəbisi sallallahu aleyhi ve sellem bu sinif insanlar haqqında xüsusən günahdan sonra dərhal həsənət gör ki, onları silsin. Günaha düşdün, oldu. Olan oldu. Həmən qalx, dəstəmaz, 2 rəkat, ağlamaq, Quran, tilavəti, istiğfar, tamam təsbihat, nəfəqə, sədəqə və sədəqəni yaddan çıxartmayın. Niyə görə qardaşlar? Çünki Rahmənin qəzəbini sədəqə söndürür. Çox yox, gücün 20 köpəyə çatır, Allah bərəkət versin. Xalis olsun, riyakarlıq olmadan, şan şöhrət olmadan, göstəri olmadan. Həmin o az olan Allah qatında böyükdür, ixlaslı olduğuna görə. O Rahman, Rahimin qəzəbini söndürür. Gizli sədəqə, şeytanı paçasından, mişarına 2 yerə böldürər mələklər tərəfindən. Və bunlar tez-tez günaha düşürlər. Çünki nəfsləri güclü, şəhvətləri güclü, şiqvatləri güclü. Yəni onlara qalib gəlir. Onlar zəifdilər. Amma Allaha olan sevgi çox böyük. Allaha və Rasuluna olan sevgi böyük. Cənnətə olan dəğbə, ümid böyük. Ateşdən qorxurlar. Amma nəfsin qabağında bacarmırlar, zəifdilər. Fikir verərsən, həmin insanlar yeməkdə də çox yeyirlər. İçməkdə də çox yeyirlər. Budur səbəbdir, biləsiz onu. Həmin insanlar çox yatır, çox yeyir, çox içir və bu da həqiqətən öz sözünü deyir. Çünki bədən yığır enerjini, taqəti, qüvvəti, limit qoy, biraz hədd qoy. Sonra qabağını ala bilməyəcəksən. Zaten sənin nəfsinə bu qədər qiymət eləməz, sənin nəfsin bu hala salıb. Bir məhdudiyyət qoy yəni. Bu cürə insanlar günahdan sonra dərhal tövbə eləyirlər, dərhal Allaha qayıdarlar və hər dəfə bu günaha düşərlər. Allah Teala bunlar haqqında nə deyir? İnanmazsınız, bunlar da muhsinlərdən sayır. Deyir ki, وَالَّذ۪ينَ اِذَا فَعَلُوا فَاحِشَةً اَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللّٰهِ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهِ. O kəslər ki, fahiş günaha düşərlər. Ya da ki, öz nəfslərinə zülm eləyərlər. Sonra Allahı xatırlayıb Allah'a dönərlər. De ki, Allah'tan başqa günahları onsuz da kim bağışlayacaq ki? وَلَمْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهِ وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوهُ وَهُمْ يَعْلَمُونَ. Və onlar bundan sonra israr eləməzlər. Bəli, niyyətdə israr eləməzlər. Ya Rabbi, bir də eləməyəcəm deyərlər. Və dediklərində sadiqdirlər. Və inanırlar ki, bir daha eləməyəcəklər. Və Allah bilir ki, bunlar yenə də o günaha düşəcəklər. Hansı günah Allah Teala bağışlamır?
o günah eləyir və tövbə eləmir və niyyətində israr var. Günahın dadında qalıb, tövbə eləmək ona əl vermir və növbət və yenə də eləyəcəm. Keçdik 3-cü sinif insanlara. O insanlar ki, Allah onların qəlbində yer almamışdı Cəllə və fi'ulə Subhanahu və Teala. İnsanlar onun qəlbində Allah'tan daha uca, daha ölvüdür. Hep insanların qınağını və onların rəyini və fikirləşərlər. İnsanlar nə deyər? Çünki bu insan şərifdir, hörmətlidir, tanınmışdır. Bunun əlinin altında 100 nəfər maaş alır. Qəbilə ağsaqqalıdır. Besmənkaşdır, filan kəsdir. Bu hep insanların qınağını, insanların sözünü, insanlar nə deyər? Bu insanlar günah eləyərlər gizlində, utanmadan və heç bir zaman tövbə eləməzlər. Etdiyi günahlardan utanmazlar. İstiğfar edib Allah'tan bağışlama istəməzlər. Qəlbləri nifaq ilə doludur. Və bu günahlardan örtülərlər və heç bir zaman onu heç yana danışmazlar. Açmazlar. Hətta lazım olsa rüşvətdən və puldan basarlar ki, örtül bastır olsun. Çünki bunları maraqlandıran, bunların haqqında düşünülən insanların qınağıdır. Bu insanlar bağışlanmayan sinif insanlardandır. Bunlardan da beter sinif insanlar hakkında haber verin mi? Günahlarıyla fərəhlənir. Sen bilsən mən akşam hardaydım, sen bilsəydin 3-cü gün gecə mən nə inirdim və günahın keyfiyyətini bir vəsf edərək də danışır və fəxr eləyir. Mən pullardan elə günahlar eləyirəm. Və bununla fəxr eləyir dostların yanında. Bunlar insanların ən betəridir, ən aşağı dərəcədə olanlarıdır. Bu hansı sinifdir? İnsan səbr eləyəcək, günahlara düşməmək üçün. Ona görə bu duanı eləyəcəksin. Allahümmə inni əudu bikə. Allahümmə inni əsəlükə as-sabrə anil məasi. Allahümmə inni əsəlükə as-sabrə anil məasi. Allahümmə günahlara düşməməkdən ötürü səndən səbr istəyirəm. Allahümmə günahlara düşməməkdən ötürü səndən səbr istəyirəm. Keçdik 2-ci qismə. Çalışan biraz müxtəsərim, çox uzandı. 2-ci qisim taətin üzərində səbr eləmək. Görürsən, səbrin çatmır. Bir cüzü tamamlaya bilmirsən. 3 səhifəyə çatmışsan artıq. Səbr eləyəcəksən. Taətin üzərində. Özünü həbs eləyəcəksən. Bunun üçün nə eləyəcəksən? Fikirləşəcəksən və düşünəcəksən və dərk eləyəcəksən ki, oxunduğum bu kəlam Allahın tənzil olan kəlamıdır. Rahman Rahim bununla danışmışdır. Onu Cəbrail vasitəsilə Muhammedin qəlbinə indirmişdi sallallahu aleyhi ve sellem. Bu kəlam birbaşa Allahın kəlamıdır. Onunla danışan Allahla söhbət eləmiş sayılır. Və onun hər hərfinə 10 qatı vardır. 10 qatı da 700 qata. 700 qatda istənilən qədər qaldırılır. Əliflə mim demirəm ki bir hərfdir buyurur aleyhissalatü vesselam. Əlif müstəqil, ləm müstəqil, mim müstəqil beləcə 30 hərf. 30 savab olur. Və beləcə 700 qata vurulur. 700 qatdan da il və zaman, məkana görə fəziləti artır-arta gedir. Sən onu oxuyacaqsan, dərk edərək ki, mən nə oxuyuram. Mən elə bir şey oxuyuram ki, onu oxuyanlar Allah Teala sevir. Yetlûne haqqa tilaveti buyururlar haqqında. Onlara Səna ilə kitabında onların adını, şanını zikr eləyir. Onda sən həvəslə oxuyacaqsan. Və bu oxuduğunu sevəcəksən. Onda görəcəksən ki, bir cüz nədir? 3-cü cüzü tamamlayırsan, hələm də oxumaq istəyirsən. Özünü səbr eləyəcəksən, həbs eləyəcəksən, sübh namazına oyanıb gedəcəksən. Bəli, o isti yatağına qalxacaqsan. Soyuq su ilə isti bədənindən buxar çıxır ondan. Bəli, alə məkarih buna deyirlər. Gedəcəksən sübh namazına və məsciddə qalacaqsan cəmaatla, səbr eləyəcəksən. Və bunun üzərində səbirli olacaqsan. Səbr eləyəcəksən, 5 vaxt namazın heç birini qəza eləməyəcəksən. Səbr eləyəcəksən, Ramazanın 30 gününün hamısını tamamlayacaqsan. Ya da 29 gündürsə, hamısını tamamlayacaqsan. Yox, nəsə özünə boş bəhanə gətirmək, deyəsən mənim nəyimsə ağrır, deyəsən mən nəsə özümü yaxşı, yox, səbr edəcəksən. Və bunun üçün də nə istəyəcəksən? Allahümmə inni əsəlükə sabr alə taat. Allahümmə taatlərin üzərində sabit qalmaq üçün mənə səbir ver. Və ulema deyir ki, səbrin ən ağır növü budur. Üçündən ən ağır növü budur. Hansıdır? Taatın üzərində səbr eləmək. Və bu ilə mən bu misalı gətirdim. Ramazanda bir gənc gördüm mən. Gənc, 2 doğma qardaşdır. Tanış oldum, dostumun qardaşı çıxdı. Balaca qardaş. Ramazanın 1-ci gündən 1-ci safdadır uşaq. Qardaşı avtomobillə gəlir, maşınla gəlir. Əzanı eşidəndə artıq məscidə daxil olur. Rahat sünnəti qılır, əlhəmdə oturur. Uşaq, maşallah, təbarakər rəhmən,
Birinci safı itirməməkdən ötürü qardaşından 1 saat, 2 saat qabaq çıxır evdən ayaqla gəlir. Tamam. Ramazan daxil oldu, uşaq içəri daxil oldu. Ramazan çıxdı, uşaq oradan çıxdı. Bir də namaz yoxdur, heç nə yoxdur, oruc da yoxdur, heç nə. Sanki bu uşaq değildi namaza gələn. Sanki aramızda değildi bu uşaq. Və bununla da həmin o 2 ay arasında olan, vəd verilən o möcüzələr üzə çıxdı. Doğrudan da Ramazanda şeytanlar qıfıllanar, zəncirlənər. Rahmanın yəni feyzi gələr, rəhmət küləkləri gələr, carçı qalxar və hər gün insanları çağırar. İnsanlarda taətə və ibadətə şövq olar. O gözlə görsəndi. Mən bunu gördüm bu dəfə Ramazanda. Və görürsən Ramazan çıxmanla insan tamamilə yoxa çıxdı. Təzədən tarqov, təzədən dostlar, yeyib içmək, keyf. Sanki namazla hamısı tərk elədi. Hiss olundu ki bu Ramazan ayı deyil, bu Şəvval ayıdır. Hansı aydı? Möminlərin ən çox qorxduğu ay Şəvvaldır. Bilirsiniz nə üçün? Çünki şeytanlar puskudadır. Səbirdədir. Onlar da səbir edirlər ki, bu qıfıllar tez açsınlar bizə. Qandalları, zəncirlər tez açsınlar. Şəvvalı gözləyirlər. Açan kimi elə hücum edirlər ki, sən özü tanımırsan qardaş, bu dünənki zahid mən deyildim. 3 gün bundan qabaq Ramazan idi da. O zahid nə idi? Gecə təhəccüdü, təravihi, namazı, orucu, Quran oxumağı. Nə oldu mənə belə? 180 dərəcə. 3 günə mən necə 180 dərəcə dəyişdim? Sanki o qıfıllar açıldı, zəncirlər açdı və artıq yəni hiss edirsən ki, şeytanların təsallutu və hücumu sənə var. Vəsvəsə dağırdır. Düzdürmü? Hər cəhətdən. Allahu Ekber. Səbir edəcəksən taatlara. Həmçinin Ramazan orucuna. Səbir edəcəksən o susuzluğa, o aclığa, o taqətsizliyə. Onun mükafatı böyükdür. Reyyan qapılarını təsəvvür edəcəksən. O qapılardan yalnız oruç tutanlar girir və onlar girəndən sonra qapılar bir dəfəlik bağlanır, bir dəfə oradan heç kəs keçmir. Yalnız oruç tutanlar. Səbir edəcəksən ki, qiyamət günü 50.000 il ayaqüstə susuz durmaq var. O gün su veriləcək həmin bu günləri susuz duranlar üçün. O gün elə su veriləcək ki, o su buzdan soyuqdur, baldan şirindir, süddən ağdır. Onu bir dəfə içən, bu qiyamətin meydanında da cənnətə girməmiş. Havzun Nəbi deyirlər ona, Peyğəmbər hövzü, baseyn, havz. O havzun qədəhlərini Allah Nəbisi sallallahu aleyhi ve sellem şərif əlləri ilə, mübarək əlləri özü paylayacaq ümmətinə. Onların qədəhlərin sayı göydəki ulduzların sayı qədərdir. Hamıya çatacaq qədər yəni. Vay olsun o kəslər ki, qədəhlər boşdur, sahiblərinə məhrumiyyət yoxdur. O qədəhlərdən içən meydanda 50.000 il sərbəst duracaqdır. Bir daha susuzluq görməyəcək, heç vaxt. Ta cənnətə girənə kimi. Bu günləri sən həmin o susuzluğa, yaya düşür hərdən oruç, səbir edirsən, o gün o şeyi fikirləşmək üçün. Və beləcə səbir edirsən bütün taatlərin üzərinə. Gəldik sonuncu bölməyə, sonuncu bəndə, hansıdır o? As-sabru fi el-mullimmətil aqdar. Acı qədərə səbir eləmək. Acı qədərə səbir eləmək. Allah Nəbisi sallallahu aleyhi ve sellem qəbrin yanından keçəndə bir qadın qəbrin başında fəryad edib ağlayırdı. Gəldi ona dedi ki, səbirli ol. Səbirli ol. Qalət aleykə anni. Başımdan ol. Aleykə anni. Başımdan ol. فَاِنَّكَ لَمْ تُصِبْ مَا اُصِبْتُ اَوْ كَمَا قَالَتْ. Mən başıma gələn, sən başıma gəlməyib. Başımdan ol. Qıraqdan sahabə bunu görəndə gəldi ki, ay bacı, ay ana, sən hiç bilsən kimə belə cavab verdin? Yox. Rasulullah idi. Deyir, vallahi tanımadım. Qadın qəbri atır, qaça-qaça gəlir Rasulullah sallallahu aleyhi ve sellemin qapısına. Kafir olan xəbər olmaz. Buna cavab verməkdir Rasulullah'a. Deyir, ya Resulullah, vallahi tanımadım. Allah Nəbisi sallallahu aleyhi ve sellem orada bir dərs verir. Bütün ümmətə. Buyurur ki, aleyhissalatü vesselam, İnnemel sabru ma'a sadmetil ula. Həqiqi səbir müsibətin ilk anında olandır. Sadmetil ula, yıldırımın ilk çaxan vaxtındadır. Yəni, o baş verəndə, sən orada fəryad edirsən, Allah isyan edirsən, uşağınla danışırsan qəbirdə, nə bilim, nə. Mən olmuyum, sahabəm olsun, nə səl çəkirəm. Sənə tövsiyə edildi, yığışdırmalıdır özünə. Əslan sən ilk anda səbir eləməliydin. Ölən gündən, ölən saatindən, o ki qaldı sonra. Amma sonra gəlib məzərət gətirmək, o bütün mükafatları itirirsən. İnnəməs sabru fi sadmətil ula. Və mömin başına gələn müsibətlərə səbir edəcəkdir. Özünü toplayacaqdır, həbs edəcəkdir, fəryad eləməyəcəkdir, şivən eləməyəcəkdir, üzünü cırmayacaqdır, vurmayacaqdır. O ki qaldı zəncir çapalaq.
Bilirsiniz naihe hakkında Allah Nebisi sallallahu aleyhi ve sellem ne deyip? Naihe şiven salan, vay şiven salan, mersiye diyen, roze diyen. Qədimdə bunu yalnız qadınlar eləyərdi. Kişilər bunu eləməzdi. Cahiliyə zamanı, İslam gəlməmişdən qabaq. Sonradan Fars məcusələri bizə öyrətdi ki, kişilərdə də bu olar. Kişilərdə də yaxşı alınır. Rozaxan var, rozəyəxan var. Məddahə var, məddahim var. Düzdürmü? Bunlar hamısı cahiliyə adətləridir. Nətər onlar təzdən qayıtdı? Buyurur ki, aleyhissalatu vesselam, ən-naihətu, qadın cinsində. Vay şivən salan, qadın cinsində. Niyə görə? Çünki qədim zamanda onlar ancaq qadınlar olurdu. Kişilərdə bu yaraşmayan bir əməl sayılır. Ən-naihətu illəm tətub. Naihə, vay şivən çıxardan. Əgər tövbə etməsə, qiyamət günü ona həşəratdan köynək gendiriləcəkdir. Ən-naihətu illəm tətub. Vay şivən çıxardan, üzünə döyən, mərsiyə deyən, cəmaatı ağladan, tövbə etməsə, qiyamət günü, hələ bu cəhənnəmə girməmişdən öncə, hesaba gələn günü, 50 min il ayaqsa duran günü, ona həşəratdan köynək yendiriləcək. Tövbə bilərsən, səbir elə bilərsən. Yəni, bu hədis açıq göstərir ki, bu əməl ibadətlərdən ola bilməz. Çünki həmin firqədə o ibadətdir. Və bu sadəcə məddahlar var, VIP, business class, premium class, bahalıdır, səsi dadı gözəldir. Oligarxlar onları tutur, gətirir, 40-cı gün qəbir hazırdır. Qəbirdəki heç zat 40 minə, qırmızı mərmərdən, bütöv bir plaşatkadır. Güldanı qəbirdən, kreslosu qəbirdən, özü qəbirdən, özü də görməmişlikdən bir neçə qəbir birdən düzəldib. Arxa fonda Svetnoy 3D, ön fonda Svetnoy 4D, burada bir dənə də əlavə heykəlini də eləyib. Doymayan da bir dənə heykəlini qucaqlasın. Burada əlavə bir dənə də eləyib. Ölən bir dənə də ya. Ancaq plaşatka bir nəfərində. Burada bir dənə də onun uşaqlığını eləyib. Bir dənə də orta yaşında eləyib. Bir dənə də onun vəzifədə olan vaxtını eləyib. Oliqaxdır da. Yəni bir nəfər ölüb, bir dənə qəbirdə, amma qəbir böyük bir kompleksdir. Təsəvvürlə 40 min pul ora xərcləyib. Və sonra 40-ında ki, bu hazır olub təhvil verilməli idi. Ora şey gətirir, bandır. Nəhəng bir əhlilər gətirir. Bu bizim adət deyil. Konsumoldan qalma şeylərdir bu. Heç xristiyanların da adəti deyil bu. Yahudilərdə əsla bu yoxdur. Gül əhlilləri gətirir, bandır gətirir, yekə. Yazıb orada mamı ya da atacan, yekə. Qızıl güllər də yığıb belə. Qiyməti də 8 min, 7 min. Yekə maşında gətirirlər. 4 nəfər birdən gətirir, birdən gül dağılar. Hərdən hissələr bölürlər, orada təzdən onu bağlayırlar. Belə qoyurlar. İsraf, mağarlar, molla əmilər, qadınları ağlatmaq üçün xüsusi məddahə, kişiləri ağlatmaq üçün xüsusi məddah, qəşəng kostyumda, qaqaş, maşallah, belə, qəşəng, səs, hələn belə müğənnilərimizdə belə səs yoxdur. Başlayır neynəməyə, içindən bir də ağlatma bir mərsiyələri var bunun, şablum yazdırıblar, vaxtdan əzbərləyirlər. Qadınlar yığılır, qaqaş oxuyur, qaqaş. Doludur, YouTube-da oldu, TikTok-da oldu və bunlar başlayırlar ağlamağa. Sonra da qəşən bəxşiş 1000 manatdan zatdan getdi. Bunların işi bundandır. Subhanallah. Qədimdə bu əməl cahiliyyədir. İslam gəlməmişdi qabaq, qadınlardaydı bu. İndi kişilər də bu şeyə başlayıb. Allah Nəbisi sallallahu əleyhi və səlləm bu şeylər hamısından çəkindirib. Bu şeylərdə xeyir yoxdur. Bu şeylər ölənə ancaq qəbir əzabını artırır. Xeyir gətirmir, yalnız şər gətirir. Və üçüncü nədir bənd? Yəni, ağır qədərə səbir edəcəksən. Müsibətin ilk anda özünü həbs eləyəcəksən. Dilini. Nə deyəcəksən? Elhamdülillah. Çıxart o sözü. Vallahi həmin ilk anda o sözü çıxartsan mükafatın cənnət. Açıq hədislərdə gəlib. İlk anda. Müsibət, zəng gəldi. Görürsən adam tutulub nəsə demək istəyir. Nə oldu, nə demək istəyir? Ay qardaş, nə demək istəyir? Bəs aton rəhmədə getdi. Haldan hala düşdün də, belə öz ata əziz olar, sevimli olar, canciyər olar. Həmin an özü sıxdın, şoka düşmüşsən də, danışa bilmirsən. İlk çıxartdığın kəlmə bu olsun. Elhamdülillah. Onu elədin, ardıca gətir. İnna lillahi və inna ileyhi raciun. Biz Allah'tan gəldik və dönüş yerimiz Allah'adır. Lillahi mə a'ta və mə əxad və kulli şeyin indehu ilə əcəlin müsəmmə. Verən də Allah'tır, alan da Allah'tır. Hər şey onun yanında yazılmış bir əcəldir. Bu onun işlərindəndir. Fəalun limə yurid. O istədiyini eləndir. Bu Allah Subhanahu taala'nın işlərindəndir. Onun işləri də ona xasdır, məxsusdur və onun işləri gözəldir. Bu normaldır. Verir, alır. Səbr edəcəksən. İstirca duasını eləyəcəksən.
Və yaxşı olar ki, bu sünnəni də artır. Allahümme inni ihteseb nefsi ileyk. Fəəcini fi musibeti hədə və xlufna xeyrən min. Necə Ummu Sələmə bu duanı elədi. Allahümme mən başıma gələn bu müsibətdə səndən mükafat gözləyirəm. İhtesebtu nefsi ileyk. Əcini fi musibeti hədə, bu müsibətdə mənə mükafat ver. Və xlufna xeyrən min, ondan da xeylisini əvəz elə. Deyir ki, Ummu Sələmə, vallahi fikirləşirdim ki, Abu Sələmədən daha xeyli ola bilməz, ərini itirib. Ərinə muhacir ilallah və rasulihi Məkkədən Mədinəyə ilk iman edənlər sırasında vel mücahid döyüşən, tamam mı? Və sonra vəfat edir, subhanallah. Deyir, sünnədir, öyrətmişlər ki, bu duanı ellər. Dedim, amma deyirdim ki, Abu Sələmədən daha xeyli kim ola bilər? Çox keçmədi, Allah Peyğəmbər mənə elçi düşdü. Oldu möminlərin anası, dünya və axirət zövcəsi. Elhamdülillah. Allahu Akbar. Yəni, səbr eləyəcəksən, müsibət anı özünə həbs eləyəcəksən, yəni, vay-şifəni çıxartmayacaqsan, Allahın qatında bu mükafatı umacaqsan və bu fikirversiz dinin hamısını əhatə elədi, gördünüz? Birinci nə idi? Günahlara düşməməkdən ötürü səbr etmək və səbri Allahdan istəmək. İkinci nədir? Taatlərin üzərində və bu ən çətindir və buna deyirlər əth-səbət, dində sabit qalmaq. İnnellezîne qâlu rabbuna Allah thumme istaqamu. Şərt var. O kəslər ki, Rəbbimiz Allahdır deyəndən sonra sabit qaldılar. Dost doğru. Sabit qədəm qaldılar. Onlara müjdə mələkləri gələcək. Əksi də əks. Sabit qədəm qalmadılar. Çıxdılar, onlara cəhənnəm mələkləri gələcək. Əksi əks. Allahu Akbar. Əksini hardan bildin? Kitab və sünnədən. Digər ayət-i kərimə Furqan surəsində يَوْمَ يَرَوْنَ الْمَلَائِكَةَ لَا بُشْرَى يَوْمَئِذٍ لِلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَحْجُورًا. O gün canilər, dindən çıxanlar, qara üzlü mələkləri görəndə onlara müjdə olmayacaqdır. Və deyəcəklər ki, kaş ki biz sizi görməyərdik, aramızda hicran olardı, məsafə olardı. Gördün? Bu ayəti bu ayəti təfsir elədi. Allahu Akbar. Demək, səbr edəcəksən. Sabit qadəm olacaqsan ki, hətta o mələkləri, üzü günəş kimi parıldayan, nur simalı cənnətdən gələn müjdə mələkləri sənin kəfəni gətirib səni götürsünlər. Deməli, dinin üçünü də əhatə elədi. Günahlara düşməkdən ötürü səbir, taatların üzərində səbir və ən çətin də budur və bizim dinimiz də budur, imanımız da budur, cənnətimiz də budur, qurtulmuş da budur. Əth-səbət, istiqamə, sabit qalmaq, sabit ölmək, əl-husnəl xatibə. Və yaxşı olar bu duanın yanı bu duanı da gətir. Allahümə innə əzəlükəl husnəl xatimətə indil məvt və təvbətə nasuhətə qabləl məvt. Allahümə ölməmişdən öncə səndən tövbə, nasuh tövbəni və ölüm anında da hüsnül xatiməni istəyirəm. Sufyan Thawri kimi imam ölüm anında ağlayır. Deyirlər ki, imam nəyə ağlayırsan? Deyir, qorxuram ki, ruhumdan qabaq imanım çıxar. Gör nəyə fikirləşir? İmam-ı dünya fil hadis və zuhd və ibadə və taat, savvam, qavvam. İbadətdə ona çatan yoxdur zamanında. Ölüm anında qorxur, ağlayır, axırıncı dəqiqələrdir. Bu saçı qarqara başlayacaq. Nə ağlayırsan şeyx, nə oldu, nə baş verir? Qorxuram ki, iman birinci çıxar. Biz nə gündəyik? Biz nəyə arxayınıq? Biz neyinirik? Biz hara gedirik? Günah, balaş, hədiyə, havayı. Heç olmasa tövbə elə. Və üçüncü bəndi nədir? As-sabr. Bu ilə də kitab və Qur'anın işığında istiqraran uləma baxandan sonra əmin oldular ki, cənnətin açarlarından da biri səbirdir və səbirsiz cənnəti əldə eləmək mümkün deyil. Elə isə öz nəfsimə, miskin, yazıq, günahkar nəfsimə və qardaşlarıma Allahdan bütün bu şöbələrdə səbri diləyirəm. Amin. Hədə və sallallahu və səllim alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin.